Bakı metrosu işləyir, zərər böyüyür. 3 milyard manatı ötüb. Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti 2024-cü ili 139,616 milyon manat zərərlə başa vurub. Report Səhmdar Cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu 2023-cü illə müqayisədə 81,6% çoxdur. Bununla da metronun yığılmış zərəri 4,7% artaraq 3 milyard 109,54 milyon manata çatıb. Bu il yanvarın 1-də Bakı Metropoliteninin aktivləri 418,818 milyon manat olub ki, bu da illik müqayisədə 1% çoxdur. Hesabat dövründə metronun öhdəlikləri 34% artaraq 33,287 milyon manata çatıb, balans kapitalı isə 1,1% azalaraq 385,531 milyon manata düşüb.